Değerli izləyicilər, bura Şəmkir rayonunun Çınarlı qəsəbəsi Şəhid Hüseyn Qəribzadə adına olan küçədir. Və onu bildirmək istəyirəm ki, dünən axşam saat 12-dən külək nəticəsində həmən bu elektrik naqilləri yerə düşərək qırıldı. Və 70 ilə yaxındır ki, həmən bu işıq dirəkləri, işıq xəttləri Çınarlı qəsəbəsində həmən bu vəziyyətdədir. Və 2 il bundan qabaq Şəmkir rayonunun işıq dənəsinin əməkdaşları Çınarlı qəsəbədə kabelləşmə sisteminə başlasalar da və çox təəssüf ki, hələ də yekunlaşmır. Çınarlı qəsəbənin demək olar 60% hələ də köhnə naqillərdir, köhnə işıq dirəkləridir. Və Çınarlı qəsəbə sakinləri bu durumla bağlı dəfələrlə şikayət etsə də hələ heç bir nəticə yoxdur. Qəsəbə sakinlərinin televizorları, soyucuları tez-tez yanır, yararsız hala düşür. Və mən ümid edirəm ki, tez bir zamanda Şəhid Hüseyn Qəribzadə adına olan küçənin elektrik naqilləri və dirəkləri yenisi ilə əvəz olunacaqdır. Və bu məsələ də ümid edirəm ki, öz həllini tapacaqdır. Bizi izləməyi davam edin.